Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka atölyəsində dərzi hazırlıq dərslərimiz davam edir. Bugün sizə olduqca çox maraqlı bir mövzu ilə gəlmişəm. Deməli, ilk olaraq qeyd etmək istəyirəm ki, müəllimlər, biz bilirik ki, geyimlərin bəzədilməsi müxtəlif üsullarla yerinə yetirilir. Təbii ki, bura daxildir bədii tikmə, naxışın parçaya köçürülməsi, aplikasiya üsulu, muncuqla bəzədilmə və s. Bugünkü dərsimizdə isə mən sizə naxışın parçaya köçürülməsi və aplikasiya üsulu haqqında ətraflı məlumat vermək istəyirəm. Ümumiyyətlə, biz bilirik ki, bu mövzu həm dərzilikdə, həm də dekorativ tətbiqi sənətdə çox önəmli mövzudur. Və elə isə gəlin bu mövzu ilə birlikdə yaxından tanış olaq. İlk olaraq naxışın parçaya köçürülmə üsullarına nəzər yetirmək istəyirəm. Ümumiyyətlə, onu da qeyd edim ki, naxışın parçaya köçürülməsi bir neçə üsulla yerinə yetirilir və ilk mərhələmiz sürət çıxarma kağızı ilə köçürmə üsuludur ki, bu da ən geniş yayılmış üsullardan biridir. Deməli, ilk öncə burada nə edirik müəllimlər? Əvvəlcə ütülənmiş parçanı masa üzərinə səririk, üzərinə naxış çəkilmiş kalka qoyuruq və altına, yəni parça ilə kalkanın arasına izi düşən tərəfi parçaya baxmaq şərti ilə sürət çıxarma kağızına yerləşdiririk, sonra kənarlarını sancaqlayırıq. Və iti çərtilmiş karandaş götürürük, naxışın üzərindən bu karandaş vasitəsilə keçirik və burada da əsas nüanslardan biri odur ki, açıq parçalar üçün tünd rəngli, tünd parçalar üçün isə açıq rəngli kalka kağızından istifadə edirik. Bu zaman işimiz yəni daha səliqəli və effektiv olacaq. Və bu prosesi də bu ardıcıllıqla yerinə yetiririk. Daha sonra ikinci bir üsulumuz isə işıqla köçürmə üsuludur. Bu üsul da ən sadə üsullardan biridir. Deməli, əgər parçamız nazikdirsə, şəffafdırsa bu üsuldan istifadə edirik. Yəni işıqla köçürmə üsulundan. Bunun üçün də bir şüşə səthi altında lampa yerləşdiririk. Üzərinə kalkadakı naxışı və onun üzərinə də parçanı qoyuruq. Naxışı altdan baxdıqda görünür, yəni işıq ona düşdüyü tərəfdən görünür və biz o karandaşla aydın şəkildə onu parçaya köçürdə bilirik. Və bu prosesdə də istədiyimiz naxışı həmin şəffaf parçanın üzərinə köçürdürük. Daha sonra digər istifadə olunan üsullardan biri də papiros kağızı ilə köçürmə üsuludur. Deməli, burada da əgər parça məxmər, mahud və ya parıltılıdırsa, o zaman papiros kağızından istifadə edirik. Deməli, naxışı papiros kağızına köçürürlər və parça üzərinə kökləyirlər. Naxış boyunca xırda tikişlərlə tikdikdən sonra kağızı yəni dartılır və həmin konturlar parçanın üzərində qalır. Yəni kağız asanlıqla qopur, dartdıqda qopur. Həmin o getdiyimiz naxış hissələri ki var, qalır parçanın üzərində. Konturları artıq üzə çıxmağa başlayır. Bu da olur papirosla yəni papiros kağızı ilə parçaya köçürülmə üsulu. Çox sadə bir üsuldur əslində bu üsulda. Daha sonra isə gəlir trafellə köçürmə üsulu. Belə deyim də, yəni bu üsul o qədər də geniş istifadə olunmur əslində. Amma yəni bu üsuldan da müəyyən bir məqamlarda istifadə olunur ki, burada da kalkaya çəkilmiş naxış boyunca iynə və sancaqla 2-3 mm aralı nöqtələr açılır. Daha sonra bu kalkanı parça üzərinə qoyub kerosin və ya toz vasitəsilə izləri köçürürlər. Tabaşirli və ya diş macunlu tamponlardan da istifadə etmək mümkündür həmin prosesi yerinə yetirməklə. Biraz bu üsul əvvəldə də dediyim kimi çox istifadə olunmur, çünki qəliz başa gəldiyinə görə o qədər yəni geniş vüsət almayıbdır. Amma yəni bu üsulla da etmək mümkündür. Bu ardıcıllıqla da həmin istədiyimiz naxışı parçanın üzərinə təbii ki köçürə bilirik. Ondan sonra daha bir üsulumuz isə sayla yerinə yetirilən naxış üsullarıdır ki, burada da elə adından da bəlli olduğu kimi sayla yerinə yetirilən həndəsi naxışlarda istifadə olunur. Burada da əsasən naxışlar millimetrli kağızdan istifadə etməklə yerinə yetirilir. Nöqtələr vasitəsilə parçaya köçürülür. Bu üsulda da çox say tərtibli tikmələrdə istifadə olunur. Yəni, məsəl üçün, həddən artıq saylardan istifadə olunursa, həmin o kağızdan istifadə edərək, yəni naxışlar parçanın üzərinə köçürülür. Və əsasda yəni burada millimetr öz sözün deyir də, yəni millimetr söhbət olur ki, oradakı naxışların sayı bərabər eyni ölçüdə, eyni miqdarda olmalıdır. Yəni əsas diqqət yetirilən nüans budur.
Və daha bir bəzədilmə üsulu isə, daha geniş yayılmış bəzədilmə üsulu isə applikasiya üsuludur. Biz applikasiyanı texnologiya dərsi müəllimləri, yəni daha çox bilərlər bu üsulu. Biz texnologiya dərsində də keçmişik. Applikasiya üsulu çox geniş yayılmışdır. Applikasiya əsasən parçadan kəsilmiş hissələrin əsas parçaya tikilməsi üsuludur. Yəni istədiyimiz bir dekorativ hissəni digər hazır bir məmulatın üzərinə biz yapışdırırıq və yaxud da tikişlə yerinə yetiririksə, bu da müəyyən bir bəzək növü kimi istifadə olunur. Bu üsulla demək olar ki, məişət əşyalarını, dekorativ məmulatları bəzəmək çox asan və sadə bir proses olur. Ondan sonra ilk addımda deməli biz burada nə edirik? Əvvəlcə parça tikələrini nişastalanır, yaxşı ütülənir. Daha sonra naxış hissələr o parça üzərinə köçürülür və sapların istiqaməti əsas parçaya uyğun seçilir. Əsas burada, yəni proses budur. Daha sonra isə tikə hissələr bərkidilməsi üçün hissələr əsas parçaya düzülür. İynə irəli tikişi ilə müvəqqəti bərkidilir. Sonra bu hissənin kənarları doldurma ilmələri ilgək və ya zəncir tikişi ilə tikilir. Tikmə saplarının parça ilə uyğun rəngdə olmasına da xüsusi diqqət yetirmək lazımdır. Yəni əsas prosesdən biri də budur. Və digər bir alternativ üsul isə yapışdırma üsuludur. Yəni başda başlayanda da dedim ki, yəni applikasiyanı biz yapışdırma üsulu ilə də yerinə yetirə bilərik. Deməli, əgər hissələr tikmək istəmiriksə, onları polietilen vasitə ilə yapışdıra bilirik. Əvvəlcə polietilen və parça hissələr eyni formaya salınır, sonra üst-üstə qoyulur və ütülənir. Polietilen əyirərək parçanı həmin digər hissəyə bərkidir və bu da yəni möhkəm bir yapışdırma üsulu olur. Daha sonra isə bir də var bəzəkli məmulatlar. Burada da məsələn kvadratdır, dairə olsun, yarım dairə olsun. Həmin formalarda parçaları ayaqaltı, baloş yüzü, çantalar və sair hissələrin hazırlanmasında istifadə olunur. Həmçinin köhnə paltodur, ondan sonra parçalardır. Məqsədə yəni bu köhnədən yeni bir dekorativ əşyanın yaradılması nəzərdə tutulur da, elə bil ki, bir növ bunu canlandıra bilərik. Burada isə yəni istədiyimiz bir formanı həmin parçanın üzərinə və ya hazırladığımız məmulatın üzərinə yapışdıraraq yeni bir görünüş əldə edirik sanki. Və gördüyümüz kimi bu naxışların köçürülməsi həm applikasiya üsullarında, həm də naxış köçürmə üsullarında çox maraqlıdır, faydalıdır. Biz də evdə bu üsullardan sınaqdan keçirərək yaradıcı əl işləri hazırlaya, şagirdləri daha həvəsləndirə bilərik. Və əgər bu video sizin üçün faydalı oldusa, yəni dərslərimiz sizin üçün imtahana hazırlaşmaqda effektlidirsə, sonda videomuzu əziyyətə dəyər verərək bəyənməyi, xoş fikirlərinizi yazmağı unutmayın. Sizinlə paylaşacağım hələ çox sirlərim var. Növbəti dərslərimizdə görüşənə qədər müəllimlər, hər birinizə uğurlar arzulayıram. İnşallah ki, uğurlu nəticələrinizi YouTube kanalımızda bizlərlə bölüşərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.